Bəzi cahil insanlar deyir ki, biz bütün dinlərə hörmət edirik. Bəs bizim mövqeyimiz nə olmalıdır? Təbii ki, biz də bütün dinlərə hörmət edirik. Bu cahil insanın yox, ağıllı insanın sözüdür. Və bütün dinlər Allah tərəfindən göndərilib. Təbii ki, qondarma dinlər istisna olmaqla, bütpərəstlik, zərdüştlük və s. kimi. Biz onların, yəni Allah Taala'nın göndərdiyi bütün peyğəmbərlərə iman gətirmişik. Allah Taala'nın göndərdiyi, onların gətirdiyi kitablara iman gətirmişik. Lakin kim əgər deyirsə ki, bütün dinlərə hörmət edirik, ona vacibdir ki, Qurana itaət etsin. Allahın İslam şəriətinə göndərdiyinə itaət etsin. Çünki şəriətləri göndərən Allah Subhanahu wa Taala öncə Tövratı, Zəburu, İncili göndərmiş, sonra isə Quranla onların hamısını hökmünü qaldırmış və bütün insanların hamısını İslama tabi olmağa çağırmış. Və kim əgər doğrudan haqqınca hörmət edirsə, İslamı qəbul edib İslama lazımınca riayət etməlidir. Doğru hörmət budur. Və həmçinin biz iman gətiririk ki, həmin peyğəmbərlərin dövründə nazil olmuş kitablar haqq idi. Lakin sonra insanlar dəyişdirib. Və onun peyğəmbərlərin dövründə iman gətirmiş onların dostları, silahdaşları, həvariləri haqq yolda idilər. Sonra onların ardınca gələnlər yollarını azdılar. Və doğru hörmətin yolu budur. Qısaca olaraq biz bu kitabları qəbul edirik, bu peyğəmbərləri qəbul edirik. Kim əgər bu peyğəmbərlərdən və kitablardan hər hansı birini inkar edərsə kafirdir, İslamda heç bir payı yoxdur. Lakin onlara ittiba olunmaz. Və o dinlərdən, o kitablardan bizə çatan məlumatlar 3 qismə ayrılır. Birinci, Quran və hədislərə uyğun olanlar. Və biz bunu doğruluğunu Allahdan olduğunu etiqad edirik. İkincisi, Quran və hədislərə zidd olanlar. Biz bunun sonradan dəyişdirildiyini etiqad edirik. Və üçüncüsü, Quran və hədislə nə zidd olmayıb, nə də onunla üstə düşməyənlər. Bu barədə biz susuruq. Necə ki, Peyğəmbər s.ə.v bir hədisdə buyurur ki, Bəni İsraildən danışın, heç bir problem yoxdur. Bu üçüncü qismə aiddir. İxlasla.com saytı tərəfindən təqdim olundu.